İşler necədir? Yaxşı gedir Rüstəm dayı. Axıra sən belə işləsək, bizim yeni həyat qalxodur, Pravdaya düşər. 5 güşəli ulduz üzümüzə gülər. Çok da döşəyə döymə. Mən ömrümdə nişana işləməmişəm. Və cəmaat hanım, at əlli. Yaxşı olmaz ki, bu mango özülərini səhər tezdən işə çıxmağı öyrədəsən. Kolxozdan bura düz 8 kilometrdir. Odur ki, gəlib çıxana kimi gün qalxır. İndi nə eləyək? Pambıq sahəsinə tramvay çəkək. Salam. Salam eləyək. Salam eləyək. Yoxsa deyirsən ki, əkin yerini kəndin möhrünə keçirək. Heç kəs onu demir. Kolxozun 100 arabası, 16 maşını var. Eləyin ki, uzaq sahədə olanları səhər tezdən gətirsinlər, akşamda götürüb aparsınlar. Yaxşı deyirsən. Sən bu arvadın iddiasına bir Məyər bax. nə deyir? Adam gəlir adam kimi yaşasın. Elə deyil mi Rüstəm əmi? Sabahtan 3 maşın ayır, qoy cəmaat uzaq sahələrə daşısın. Bu lap yaxşı olur. Sözün düzü Sədr qağa, razılıq verməsəydin, düz yazacaqdım İrayikoma. Yazansan birinci oğlun Kərəmdən yaz. Vay. Erməyə bir ot vurub ki, tüstücü bütün kolxozu bürüyüb. Mənim oğlum, Bəli. Ömründə bir oğul doğubsan o da. birini doğmuşam, yani ki 5'ini doğmuşam. Özüm bilərəm. Uşaq doğanda da sənlə məsləhət məşvərət açmayacaqdık ki. O ki qaldı fermaya. Sənin fikrin başqalarına getməsin. Mənim oğlum çox təmiz adamdır. Ay onun başına da ki temizlik. Get buradan. Həmişə döşünə döyənlərin əssini tüstülü gördük. Hə, Partkom. Bəli. O Kərəmi daha fermada saxlamaq olmaz. Rüstəm dayı, bilmirəm nə eşitmişsiniz, amma bu başdan damğalamaq nahaqdır. Əli əyri adamı bir dəqiqədə fermada saxlamaq olmaz. Həyatını min, sür fermaya. Üstü çıxan bacanı tap. Bir tıxaç vur ki, fələk taşa bilməz. Baş üstə.